Salam İnforaz kanalının dəyərli izləyiciləri. Bugün belə bir məsələyə baxırıq. 64 simvolu minimal əlifbada 128 simvolun informasiya həcmi neçə bayt olar? Biz ilk öncə Hartli düsturundan istifadə edib bir simvolun tutduğu həcmi tapmalıyıq. Yəni ini tapmalıyıq. Bizə məlumdur ki, enimiz burada 64-dür. Buradan 64-ü də 2 üzərində 6 yaza bilərik. Daha sonra 2 üzərində i bərabərdir nəyə? 2 üzərində 6-ya. Riyaziyyatdan bilirik ki, əsaslar bərabərdirsə, qüvvətlər də nədir? Bərabərdir. I neçədir? 6 bit. Deməli, biz bildik ki, bir simvolun həcmi 6 bit. Bizdən 128 simvol istəyir. Buradan da h bərabərdir 128, yəni həcm bərabər 128 vurulsun 6 biti də unutmuruq. Bu da bərabərdir nəyə? 128 2 üstü 7, bitdən bayta çevirəndə 2 üstü 3-ə bölürük. Vurulsun 6 bayt. Niyə bayt yazılır? Çünki 2 üstü 3-ə bölməklə biti bayta çevirmiş olduq. Buradan 2 üstü 4, 16 vurulsun 6, 96 bayt cavabımız. C variantı.